Xırda doğranmış qırmızı soğanın üzərinə şəkər tozu, duz, sirkə və qaynar su əlavə edib 10-15 dəqiqə gözlətdikdən sonra suyunu süzüb sıxıram. Balığı xırda doğrayıb üzərinə əlavə edib qarışdırıram. Salatı ölçüsü 11 sm-in 22 sm olan formada yığıram. Əvvəlcə çuğunduru, üzərindən yer kökü, yumurta, balıq soğan qarışığı, sonda isə kartoşkanı hamarlayıram. Və hər dəfə qatların arasına duz işləyib səpib, mayonez və xamanın qarışığından istifadə edirəm. Salatı yığdıqdan sonra örtüb, təxminən 7-8 saat soyuducuda saxlayıram ki, daha ləzzətli olsun. Sunum edərkənsə üzərini zövqə görə bəzəyirik.